Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. ABŞ prezidentlərinin hakimiyyət dövrləri. 1. Warren Harding 1921-1923-cü illərdə hakimiyyətdə olmuşdu. 2. Calvin Coolidge 1923-cü ildən Warren Hardingi əvəz eləmiş, özünün hakimiyyət dövrləri isə 1925-1929-cu illər. 3. Ronald Reagan 1981-89-cu illərdə hakimiyyətdə olmuşdu. A. Çinin suverenliyi və ərazi bütövlüyü təsdiqləndi 1921-22-ci il Vaşinqton konfransında. B. Dövlətin iqtisadiyyata müdaxiləsi azaldıldı, hər üç prezidentə aiddir. C. Şərqi Asiyada mühacirət axını qadağan edildi, Calvin Coolidge'in dövrünə aiddir. D. Almaniya ilə sülh müqaviləsi imzalandı, Warren Hardingin dövrünə aiddir. E. SSR ilə diplomatik əlaqələr saxlanıldı 1985-88-ci illərdə Ronald Reagana aiddir. Cavabımız 1-ə A-dir, 2-yə C, 3-ə Y, 4-ə B variantı.